Hörmətli tamaşaçılar, mən o deputatların heç birini deputat statusuna layiq bilmirəm. Onları qeyri-ciddi, oğru, saxtakarlığın nümayəndəsi kimi görürəm. Və sizin də, bizim də hamımızın onlara gülməyimiz, onların açıqlamalarının ələ salmağımız çox təbiidir, təqdir olmasa da. Amma onlar səhv eləyəndə biz gülməklə yanaşı, heç zaman unutmayaq ki, onlar elədiyi təlxəyliklərə görə Azərbaycan büdcəsindən yetimə, yesirə çatacaq pullardan 12 minə qədərin hər ay ciblərinə qoyurlar. Üstəlik, o onların legal maaşlarıdır və onların nə qədər pensiyalar olur, nə qədər səfər pulları olur, icra başçılarından nə qədər pul alırlar, nə qədər obyektləri var, bunların hamısını siz bilirsiniz. Yəni, biz onlara gülməklə həm də özümüzə gülək, özümüzü zərbətləyək ki, gör biz nə hala gəlmişik ki, dərsi 5 qəpiyə dəyməyən, ağzının danışığını bilməyən, vicdan hissi nədir onu itirən adamlar çıxırlar efirə ağızlarına gələn gülməli söhbətlər eləyirlər və bunun qarşılığında bizim xəyal eləyə bilməyəcəyimiz həyatı yaşayırlar maddi baxımdan. Üstəlik, bu gülməli karikatur şəxslər bizim həyatımız üçün vacib olan qanunları məna eləyirlər. Nə yeyəcəyik, nə edəcəyik, hara gedəcəyik, bütün qanunlar sistemin bu karikatur adamlar, bu gülünc adamlar, bu rüşxənd etdiyimiz adamlar bizə tətbiq edir. Biz onlara gülürük, amma real həyatda, bax bizim hamımızın o əziyyət çəkdiyimiz cərmələr, vergilər, axmaq qanunlar ki var, əziyyət altında əzilirik. Onların hamısını o güldüyümüz adamlar eləyir. Ona görə o gülməklə yanaşı biz düşünməliyik ki, bu adamları bizim başımıza kim urcaq eləyib? Mən o adam, deputatlardan çox, o adamlara qəzəbliyəm, o adamlara ikrah eləyirəm ki, Qənimət bəy, o deputatların haqlı olaraq əbləhliklərinə gülür, lənətləyir, tənqid edir, amma keçir bu bir tərəfdə İlham Əliyevin daxili və xarici siyasəti nöyür.